Partimizden elbet hakkında olan şeylerden da Füzuli'den tutmuş kör oldasın. Çok yok. Hərəsində bir ben. Çok gözü vaxt olmaz. Ama icazı var hərəsində bir ben. Mesela dahi Füzuli deyir. Əlidir ki onu sevenlerin könlü ve gözü her tür haybislik, pislik ve şeytanlıktan uzakdır. Ey könül, elinin vefası yolunda baştan geç. Çünkü bu yolda ölmek ebedi hayattır. Burada hardan götürür mənbə kitap var. Bu Füzuli'dir. O cümleden Peygamber buyurup ki, eliden danışmak, el demek ibadettir. Necə ki bu vərəqin arkasında İmam Əli'nin 200'e kadar adı var. Allah kardeşimize bu adları yaşatmanı nasip eləsin. Bunu da vereceğim. Göşəli açıq Necəf belə yazır. Necə ki hədisdə var ki, əli demək ibadətdir, əlidən danışmaq ibadətdir, əli zikri ibadətdir. Göşəli açıq Necəf deyir. Gecə gündüz zikr eləyib səni salın yadına. Mətlə var, mətəl qalmaz, tez yetişər muradına. Cəmidarda qalanların yetişən zandadına, İbrahim'e sen eyledin, odur Gülistan Əli. O cümlədən dahi Nəsimi, İraq divanından. Gələk mömin, mənim canım Əlidir. Ne can, bir ki cananım Əlidir. Nəsimiyəm, Əli tərifini oxuram. Ki bülbül Gülistanım Əlidir. Qod Köroğlu dastanı. Bilirsiniz, dastanların müəllifi olmuyor. Dastanlar halkın eşqindən, məhəbbətindən titrir, dastan yaranır. Bunun müəllifi xalqdır. 50 milyonluq xalq. Qod Köroğlu sığınıbdır Xudaya. Şahlar şahı, Əli kimi Mövlaya. Düşman başın keçirəm cidaya. Başımda var ağam Əli havası. Seyyid Əbülqasım Nəbati. Behişti Zahidə verdim sərası. Mən behişti neyinirəm? Mənim Gülzar behiştiyim Əlidir. Əgər hər bir kimsənin bir şahı olsa, mənim də şahı şahanım Əlidir. Aşkar əskər, Əl-əskər nişan verən Almanı, İslam eden qəmbərini salmanı, Musa'ya öyrədən turda kəlməni, Cəbrailə ustad olan ya Əli. O cümlənin ağaşığı var, onu da bir bəndin deyəcəm. Yaxşı olar mər igidin əməli, namərd tutmaz heç kimsəyə dad əli. Hər qul qəmbər olmaz, hər ağa Əli, hər qılın kəsməklə zülfüqar ola bilməz. Göşəli Aşıq Alı, ismini xəbər aldım dedi Vəlidir. Göydə gəzən Cəbraildir, pəridir. Qapıcısı Şah Mərdan Əlidir. Məhəmməd Miraca gedər o bürcə. O cümlədən Zəlimxan Yaqubun böyük bir bəlkə çoxların xəbəri yoxdur ki, Əli haqqında 6 vərəq şeiri var, ondan xırda bir hissəni deyəcəm. Bu şeiri yazmaqdan Zəlimxan Yaqub Allaha, Peyğəmbərə Qurandan kömək istəyir, sığınır. Pənah aparıram sübhün Rəbbinə, gücüm arxam olsun, pənahım olsun. Pənah aparıram sübhün Rəbbinə, ümidlə açan sabahım olsun. Pənah aparıram sübhün Rəbbinə, Həzrət Əlidən söz açmaq üçün, uca söz ən böyük matahım olsun. Peyğəmbər köməyim, Qur'an dayağım, yardımcım tək olan Allahım olsun. O cümlədən bunu bitirirəm bu şeirlə. Müasirimiz Aslan kardeşimiz var, onun da bir şiiri var. Kamil insan arasan Fatime'ni sal yadına. Güzel örnektir o hem kişiye hem kadına. Müşkülün varsa tebessülle Zehra adına. Düşeceksen emin ol zillede Zehrasız akı. Hanımın yerde adı Fatime'dir. Salıp öz aşıkine sevgisi kalbinde vətən. Göydən mənsulədir ismi, yəni imdada yetən. Yoxdur məhşərdə şəfa, ümmətə zəhra sağı. Allah bizləri əhl-i bedir şəfaətindən, dünya ahirət şəfaətindən bir nəsib eləməsin, həm dünyadan ahirət olan ziyarətin bizlərə nəsib eləsin. Allah bu toy mübarək eləsin. Allah bali həmmə, Dilara dibimə, bu gündən xeyrət eyləsin. Kəlbay Bəyram qardaşımıza da dünya ahirə xoşbərlərdən qərar versin və bu yolda onu sabit qədəm eləsin. Allah hamımızdan razı olsun. Salavat Peyğəmbər Allahümmə səllə alə Muhammed və ali Muhammed və əcəl fərəcəm. Allah imam zamanınızın tezləşdirsin. Sağ olun, var olasın.
Çox sağ ol Kərbəlayı. Allah sənin də balalarına